TikTokda təsadüfən qarşımıza çıxan videonu daha sonra necə tapa bilərik? Bəzən elə olur ki, TikTokda bir videoya baxırıq, amma sonra onu nə qədər axtarsaq da tapa bilmirik. Amma onu tapmağın çox sadə bir yolu var. Gəlin göstərim. Bunun üçün sadəcə TikTokun axtarış bölməsinə bir nöqtə yazıb axtarış düyməsinə basmaq lazımdır. Gələn nəticələrdən izləmə tarixçənizə baxın hissəsinə keçid edib və açılan səhifədə platformada izlədiyiniz bütün videoları tarixə görə filtrlənmiş şəkildə görmüş olacaqsınız. Burada tətbiq olunmuş filtrləri dəyişə bilərsiniz ki, bu da sizin keçən həftə, keçən ay və ya istədiyiniz tarix aralığında izlədiyiniz videoları görməyinizi təmin eləyəcək. Üstəlik, TikTok sizə bu tarixçəni silməyə də imkan verir. Siz sağ üst hissədə olan seçin düyməsinə toxunaraq istədiyiniz videonu, həmçinin eyni anda sol aşağı küncdə olan bütün baxış tarixçəsini seçin düyməsinə basaraq isə bütün izləmə keçmişini təmizləyə bilərsiniz. Belə dostlar, düşünürəm ki, bu məlumat sizin üçün faydalı oldu. Azercell'in təqdimatında daha çox texnoloji məlumat üçün kanala abunə olmağı və videonu faydalı bildinizsə, yaxın dostlarınıza göndərməyi unutmayın.